Hər vaxtınız xeyir olsun. Mən təlimçi Əmraslanova Cəmalə bugün sizlə 6-cı sinifin 3-cü mövzusu olan divar əşyalarının bərkidilməsi və bərkitmə yerlərinin təmir texnologiyası haqqında danışacağam. Ümumiyyətlə müəllimlər, insanlar harda yaşar? Bir evdə yaşar, bir ailədə yaşar və rahat yaşamaqdan ötürü də bir çox əşyaya insanların ehtiyacı var ki, hansı ki onların tələbatlarını ödəyə bilsinlər. Onlar hansı ki, müxtəlif əşyalara sahib olmalıdırlar ki, rahatlıqlarını təmin edə bilsinlər. Məsələn, bir evdə kitab, suvenir, çiçək, şəkil çərçivələri interyerdə öz əksini tapır. Interyer nədir? Interyer mənzilin, binanın daxili tərtibatıdır. Hansı ki, otaqlarda, divarlarda güzgülər, rəflər, rəsmlər, pərdə karnizləri və digər əşyalar asılır. Bu asılma prosesini də yerinə yetirməkdən ötürü müxtəlif bərkidicilərdən istifadə edilir. Həmin deməli interyerdə əlavə əşyalar olur ki, onlar həm yerə qoyula bilər, həm divarlara, həm də tavana quraşdırıla bilər. Yaşayış və məişət və yaxud da ki, məktəb binalarının interyerinə bərkidilməli olan hər bir əşya üçün müxtəlif tələblər gözlənilməlidir. Yəni, hər hansı bir əşyanı divara və yaxud da ki, belə deyim də, hər hansı bir yerə asmaqdan ötürü mütləq həmin o bərkidilmə yerini düzgün seçmək lazımdır ki, bərkidilmə yerinin seçilməsinin məqsədə uyğunluğu burada gözlənilməlidir. Bərkidilən əşyanın təyinatı və bərkitmə üsulunun seçilməsindən asılı olaraq bərkitmənin etibarlılığı. Bu üç xüsusiyyət nəzərə alınmalıdır. Və divar rəfinin bərkidilmə üsulları var ki, hansı ki, görünən və görünməz olur. Görünən daxili mil, görünməz isə kronşteyndir. Deməli, görünən kronşteyndir, görünməz isə daxili mildir. Baxın, buradan söhbət gedir. Deməli, görünmür, görünməz. Görünmürsə bu daxildə yerləşir. Daxili mildir, görünən isə kronşteyn adlanır. Görünən bərkitmə üsulu müxtəlif növ kronşteynlərin, metal dayaqların və metal asmaların köməyi ilə yerinə yetirilir. Yəni, bunlarda. Baxın, bu metal kronşteyndir, bu metal asmalardır, bu isə metal asma dayaqdır. Və bu bərkitmələr möhkəm olur, rəf və onun üzərindəkiləri birlikdə çəkisinə tab gətirə bilir. Bəs, deməli, interyer dedik binanın daxili görünüşüdür, kronşteyn isə divara bərkidilmiş atlıq dayaqdır. Və interyerdə əşyaların bərkidilməsi üçün müxtəlif materiallardan, plastik və metaldan hazırlanmış dubellərdən və yaxud tıxaclardan, şuruplardan, özünə yif kəsən şuruplar, müxtəlif quruluşlu ankerlərdən istifadə edilir. Bərkidici vasitələrimiz var ki, hansı ki bunlar adi dubel, mismar dubel, şuruplar, özünə yif kəsən şuruplar, kəpənək dubelləri, ankerlər və montaj şuruplarından istifadə edilir. Və bərkitmə yerini təyin edən zaman onun yaxınlığında hər hansı bir armatur və yaxud da ki, elektrik naqilinin olmadığını əmin olmaqdan ötürü siqnalizasiya cihazından istifadə edilir ki, hansı ki, divarda yerləşdirilmiş görünməyən elektrik naqillərini rahat şəkildə tapa bilir və həmin naqilləri zədələməkdən çəkindirir. Və həmin siqnalizasiya cihazı hansı ki, hal-hazırda geniş yayılmışdır və o insanların işini olduqca asanlaşdırır. Hansı ki, bu da gizli şəbəkə siqnalizatorudur. Bu isə əşyanın kərpic divara bərkidilməsidir. Bərkidilmə ardıcıllığıdır. Birinci nə edilir? Birinci dəliş burğulanır. Daha sonra həmin bu dubel dəliyə quraşdırılır. Şurup o dubelin üzərinə bağlanılır. Daha sonra isə əşya bərkidilir. Və müəllimlər, biz siqnalizasiya cihazından istifadə edən zaman hansı ki, qalınlığı 5-7 sm suvaq altında olan elektrik kabellərini aşkar etmək belə deyim də, mümkün olur və bərkidiciləri seçən zaman da divarın tikildiyi materialın növünü mütləq nəzərə almaq lazımdır. Hansı ki, kərpicdən, betondan, altifandan olan divarlarda bərkitmə üsulunu mütləq düzgün seçmək lazımdır. Kərpic divara tıxac və şurupdan ibarət mismar dubellər quraşdırılmalıdır.
Tıxac adlanan hissəsi neylondan olan dubellər daha etibarlı hesab edilir və dubelin forması çox əhəmiyyətlidir. Hansı ki, kərtiklər dubelin üzərində nə qədər çox olarsa, deməli o bir o qədər yaxşıdır. Və dubelin daxilinə diametri və yivinin addımı dəlikdəki yüyə uyğun gələn şuruplardan istifadə edərək vurmaq lazımdır. Dubel nədir? Dəliyi və qabırğalı səthi olan plastik tıxacdır. Anker dəmir boltdur. Siqnalizator isə siqnalizasiya cihazıdır. Məsaməli materiallarda isə bir sıra fərqli bərkitmə növündən istifadə edilir ki, hansı ki onlar belə deyim də spiral dubellərdir və həmin spiral dubellər də montaj şuruplarına quraşdırılır. Bunlar spiral dubellərdir. Bu isə spiral dubelinin o deməli yerə bərkidilmə qaydasıdır. Axır əşyaları beton divara ankerlə bağlamaq olar. Bu betondur, bu aşınma qüvvəsidir, bu ankerdir, bu isə əşyadır. Ankeri vurmamışdan əvvəl mütləq şəkildə həmin ardıcıllığı bilmək lazımdır ki, burada dəliyi burğulamaq, dəliyi tozdan təmizləmək, ankeri dəliyə vurub əşyanı bərkitmək lazımdır. Alçıpanla işləyən zaman isə hansı ki, kəpənək dubellərdən istifadə edilir. O isə bığıcıqlardan və dayandırıcı kənarlarla əhatə edilmişdir. Baxın müəllimlər, deməli dediyimiz kimi alçıpanla, yəni gips kardonla işləyən zaman kəpənək dubellərdən istifadə edilir. Dubel onun dəliyə düşməsinə mane olan xüsusi deməli kənarlara malikdir. Uzunluğu bığıcıqlar isə sistemin özbaşına dönməsinin qarşısını alır. Və qeyd etmək lazımdır ki, müəyyən müddətdən sonra rəflərdir, pərdə karnizlərinin, asılqandı, güzgüdür, bunların bərkidilmə yerləri boşalır və yenidən təmirə ehtiyac yaranır. Və həmin deməli prosesi, həmin deməli hansı ki güzgüdür, asılqandır, onların yeri boşalan zaman o deməli prosesi yenidən bərpa etməkdən ötürü müxtəlif deməli bərkitmə yerini təmin etmək üçün xüsusi alət və avadanlıqlardan istifadə edilməlidir. Və əşyaların bərkidilmə üsulları onların çəkisidir. Divarın materialından asılı olaraq dəyişir. Hansı ki, taxta divara mismar vurmaq, şurupla vurmaq daha asandır. Yalnız əvvəlcədən onun yerini bizlə nişanlamaq lazımdır. Kərpic və beton divarda ucluğu möhkəm ərintidən hazırlanmış, spiral şəkilli burğusu olan direlin köməyi ilə deşik açırlar. Burğu olmadıqda isə kərpic divarda deşiyi açan və şilyanburla açmaq lazımdır. Baxın müəllimlər, baxın, burada baxın, ucuna fikir verin, ucuna. Deşik açmaq üçün şüy ucu var. Həmin o şüy uc daha rahat deşik aça bilir. Həmin bu uc vasitəsilə bilə bilərsiniz ki, bu deşik açandır. Ancaq bu hissəsi çıxıntılı olan isə şilyanburdur. Mütləq həmin şilyanburdu və yaxud da ki, deşik açanı divara perpendikulyar vəziyyətdə tutmalıyıq. Əvvəlcə zəif, getdikcə güclənən zərbələr vurmaq lazımdır. Və hər zərbədən sonra deşik açan və şilyanbur öz oxu ətrafında kiçik bucaq altında fırlanır və deşiyi aça bilir. Alınan deşiyə isə dubel vurulur və bu məqsədlə deşiyin diametrindən 1-2 mm böyük olan taxta tıxaclardan istifadə edilir. Vurulmuş tıxac divardan kənara çıxmamalıdır. Tıxacın diametrinə və uzunluğuna uyğun olaraq şurup vurulub bərkidilməlidir və şurup divarın səthindən 2-3 mm qarşıya çıxmalıdır. Nəyə görə? Məsələn, saat, çərçivə, güzgü asmaqdan ötürü. Təmir zamanı köhnə tıxac və şuruplar diametri əvvəlkindən əlbəttə ki, bir qədər böyük olanlarla əvəz etmək lazımdır. Və burada təhlükəsiz qaydalarımız var ki, mütləq deşik açan və şilyanburla işləyən zaman əlcək və eynəkdən istifadə etməli, işə yararlı alətlərdən işləməli və direllə işləyən zaman diqqətli olmalı, direli işlədiyiniz nöqtədə sabit saxlamalı. Əgər hündür divarda deşik açmaq lazım gəlirsə, möhkəmliyinə, etibarlılığına əmin olduğumuz kətil və yaxud da ki, nərdivandan istifadə etmək lazımdır. Bu mövzumuz bu qədər. Biraz uzun və xırdalıq tələb edən mövzudur. Diqqətlə qulaq asın, uğurlar. Kimlər ödənişli dərslərimizdən faydalanmaq istəyirsə və ixtisas üzrə yüksək nəticəni toplamaq istəyirsə, şərh bölməsində qeyd edə bilər. Bəyənib rəy bildirməyi unutmayın.